Olsun əziz dostlar. Deməli lövhə 2 dənə söz yazmışam. Xala və dan sözləri. Sizdən istədiyim nədir? Xala sözü və yaxud da dan sözü. Bu iki sözdən hansını bir dəfə elə işlətmək olar ki, sırf yalnız qrammatik mənası olsun. Bir dəfə də elə işlədim ki, həm qrammatik mənası ola bilsin, həm də leksik mənası. Bir pauza verin. 10 saniyə, lazım olsa 1 dəqiqə fikirləşin, sonra bizi izləyin. Deməli, keçdik dan sözünə. Dan sözündə bu mümkündür. Danı necə işlədə bilərik? Biri var, dan yeri söküldü, əsas nitq hissəsi kimi. Onda həm leksik, həm qrammatik mənası olacaq. Bir də danı şəkilçi kimi işlədə bilərik. Misal üçün, çaydan sözündəki dan leksik şəkilçisidir burada və danı başqa cür necə işlətmək olar? Şəkilçi kimi onu da qeyd eləyərsiniz. Gəldik xala sözünə və yaxud da ki, şəkilçisinə. Xalanı, biri var, xalam məni çağırdı. Burada yenə əsas nitq hissəsi kimi, həm leksik, həm qrammatik mənası olacaq. Xala sözünü də, artıq da xala söz yox, şəkilçi olacaq. Ofxalamaq sözü, ofxalamaq feili, ofxalamaq. Burada da artıq leksik, şəkilçi olacaq. Sağ olun, sağlıqla qalın.